Salam dostlar, nə az nə çox düz sübh azanına qədər meyxanaçı Xosrov Maştağalının toyuna baxdım. Təəssüfləndiyim bir neçə məqam var, onları diqqətinizə çatdıracağam. Amma ondan öncə qeyd edeyim ki, özüm üçün bir daha qət elədim ki, meyxana sənətində təsdiq olunmaq istəyirsənsə, birinci ilk olaraq səni Maştağa kəndi təsdiq eləməlidir. Yəni bunun o yanı, bu yanı yoxdur. Necə ki, orta məktəbi istəyirsən 3 ilə oxu, istəyirsən 5 ilə oxu. Axırda gəlirsən dövlət imtahan mərkəzinə, yəni dimə imtahan verirsən. Bax, Maştağa kəndi də mənə görə meyxananın dimidir. Təbii ki, Xosrov Maştağalı karyerasının yaxşı dövründədir və kifayət qədər də istedadlı bir meyxanaçıdır. Bir xeyli qonaq var idi, çağırılmış, çağırılmamış. Hər halda orada hər kəs Xosrovun nətər deyərlər, sevincinə şərik olmağa yığışmışdı və o da elə özünə məxsus, özünə xas olan tərzdə o gülər üzlüyü ilə hər kəslə də çox mehriban nətər deyirlər, davranırdı və s. Bunlar öz yerində. Amma ümumilikdə bir pərakəndəlik təbii ki, diqqətdən qaçmır və söhbət nədən gedir? Sanki bax o məclislərdə, o meyxanalarda bir lider çatışmazlığı var idi. Düzdür, Ağa Maştağalı müəyyən mənada o insanların yer-ber edilməsində biraz geriyə çəkilir, meydanı böyüdüm və s. Bu kimi məsələlərdə belə deyək də bir təşkilati nöqteyi nəzərindən Xosrovun yanındaydı. Bu öz yerində. Amma sırf meyxanaçı kimi liderdən gedirsə söhbət, meydanı idarələməkdən gedirsə, belə bir adam yox idi. Bir də bir şeyin şahidi oldum, bunu deyim, heç kim inciməsin. Düzdür, Xosrov indi nətər deyərlər, ürəyi yumşaqlığından, dostcanlılığından həmin o meyxanaçılara şərait yaratdı, meyxana desinlər. Hətta orada özü də vurğuladı ki, ola bilər elə oğlan var ki, onun zəif, meyxanası zəifdir, amma özü çox yaxşı insandır. Bax, həmin qardaşlara səslənirəm. Yəni, nə məcburdur elə meyxana demək? Çox zəif, çox belə deyək də, tempsiz, təkrarların biri bir qəpik filan. İndi başa düşürəm, ev sahibidir, üzü gəlmir ki, qardaş, sən hələ bu səhnəlik deyilsən filan. Yəni, zövq məsələsi də var da. Deməli, axıra yaxın da Rüfət Dahi deməli gəldi. Təbii ki, Rüfət Dahi kifayət qədər peşəkar meyxanaçıdır. Amma təsəvvür eləyin ki, məsələn, Messi gəlir, tutaq ki, deyək, Azərbaycanın hansısa komandasında oynayır. Təbii ki, öz oyunu göstərə bilməyəcək. Necə ki, Messi, məsələn, Xavi və Iniesta olmadığı üçün elə Barcelonadan başını götürdü, getdi. Düzdür, mənə görə meyxananın Messisi Rəşad Dağlı da Allah qapısını açsın. Amma bütün hallarda Rüfət Dahi də sıradan meyxanaçı deyil. Son illərdə xüsusən özünü bir xeyli inkişaf etdirib. Baxmayaraq ki, mən Rəşad-Rüfət müqayisəsində hər zaman belə deyək, Rəşadı dəstəkləmişəm. Amma bütün hallarda Rüfət Dahi kifayət qədər bugün üzdə olan peşəkar söz ustadıdır. Və bu yaxınlarda Cahangeşdin bir deməli müsahibəsinə baxmışdım. Orada o müsahibədə Cahangeşdin sanki hazırki meyxananın liderliyinə iddialı olması ilə bağlı eyhamlar var idi. Özünüz də keçib baxa bilərsiniz. Yəni müsahibəyə, Kamran Ağabalayeva verdiyi müsahibə idi müsahibə. Amma meyxananın liderini mən bir neçə saat baxdım. Bəlkə də iştirak edib qısa müddətə gedib, amma hər halda o məclisin səhmana salınmağı, yer-ber olunmağı və s. bu məsələlərdə çox da belə fəal şəkildə iştirak elədiyini görmədim. Amma yaxşı olardı ki, məsələn, düzdür, gəncdir və s. Belə də deyilə bilər ki, Maştağa meyxana ocağıdır, oraya elə özü başqa məclisləri sahmana salır, bu da deyilə bilər. Amma bütün hallarda, yəni bu ada, bu ünvana iddialı olan bir gəncin məncə məclisdə daha fəal olmağı gözləntilər sırasındaydı. Hə, indi sual oluna bilər ki, sən hara, meyxana hara? Elə belə məlumat üçün deyim ki, mən Bakı kəndində böyümüşəm və indi bir çoxlarını, mən xiridar deyiləm, amma özünə xiridar deyənlərin bir çoxundan daha çox meyxanaya qulaq asmışam və bax, indi hazırda hamımızın Şirzadın arxivi kimi tanıdığı Şirzad bəlkə var, operator, rejissor və ölkənin mənə görə bəlkə də 10 meyxana xiridarından biri. Bax, onun təşkillədiyi məclislər və s. Sonra Fail Yavəroğlu, Yavər Şüvəlanlının rəhmətlik Yavər Şüvəlanlının oğlu, bax, onun dediyi qəzəllər, yəni uşaqlığımızdan elə bir mühitdə böyümüşük, amma mən yenə də özümə təbii ki, xiridar demirəm, baxmayaraq ki, xiridar deyənlərin çoxundan çox bilirəm bu işləri, amma yenə də qoy elə biz olaq sıradan bir meyxana azarkeşi.
Gəlirəm təzədən o mövzuya ki, məclisdə meyxana deyən qardaşlar. Valla bir var meyxanaçı, söz ustadı, bir də var meyxana deyən işləmək. Nə işləyirsən də bir meyxana deyən. Yəni hələ gec deyil də, çoxunuz da cavan uşaqlarsınız. Fərqli sahələrdə özünüzü sınayın. Yəni bir sənəti bu vəziyyətə salmaq, bu cür demək və onu da çıxıb səhnədə demək doğru deyil. Bütün hallarda sonra bir məqamı da deyim. Məsələn, deməli Xosrovun özü bir qafiyə verdi. Hətta bildirdi ki, mən bunu bir neçə toylarda demişəm, bu qafiyəni vermişəm, deyə bilən olmayıb. Düzdür, bu toyda o deyildi. Hətta yaxşı sözlər də oldu orada. Amma yenə də baxırsan ki, meydan sanki belə deyək də sönükdür. Neynəsən də 5 il, 6 il əvvəlki o meydan yoxdur. Belə biz bunu istəsək də, istəməsək də və burada da səbəblər çoxdur, bunları bilirik. Kimlər dünyasını dəyişib, kimlər hazırda meydanda müəyyən səbəblərdən yoxdur. Bütün hallarda Allah xoşbəxt eləsin, Allah mübarək eləsin. Xosrov ümumiyyətlə müsbət bir obrazdır meyxanada mənə görə. Gülər üzdür, gəncdir, böyüklə, kiçiklə rəftarı bilən adamdır, ən vacibi. Amma nə bilim, yəni indi onun deyək ki, üzü gəlmədi ki, demək ki, sən filan kəs yəni deyə bilmirsən və yaxud da deməsən daha yaxşı olar. Amma növbəti məclislərdə ümumiyyətlə elə hərə, nə bilim, orada belə pis çıxmasın belə sözüm. Bu TikTokda meyxana deyənlər vardı, onların da bir ikisini gördüm. Da indi ad demək istəmirəm, birdən kiməsə xoş gəlməz, xətrinə dəyər. Hər halda 2026-cı ilin Azərbaycan meyxanasının mövcud durumu budur. Yəni təsəvvür eləyin ki, hələ bu Maşdağa toyudur, vəziyyət belədir. Özdə meyxanaçı toyudur. Meyxanamızın vəziyyəti belədir. İndi görün başqa bölgələrdə, başqa kəndlərdəki meyxana məclislərində vəziyyət necə olur. Bir daha Xosrovu təbrik edirəm. Allah xoşbəxt eləsin və təbin rəvan olsun. Düzdür, şəxsən belə tanışdığım yoxdur, amma bütün hallarda bir məqamı xüsusi vurğulayım. Mircəlal o toya rəng qatdı rəsmən və o genetik məsələlər var da, mütləq şəkildə o genetika öz işini görür. Həqiqətən də Mircəlal belə deyək də Məşədi babadan bir parça olduğunu elə bu məclisdə də necə deyərlər, əyani şəkildə sübut elədi, göstərdi.